Salam, hər vaxtınız xeyir. Riyaziyyatdan bugün düşmüş sualların izahına baxaq, buraxılışa. Burada yazıb ki, 0-dan 125 vurulsun, 16 vurulsun, 136. 125 bax kök altı verib. Siz buradan birbaşa nə edirsiniz? Kök altından çağırırsınız. 125-dən 10-da 5 çıxır, 16-dan 4 çıxır, 136-dan da 0.6. Bunları bir-birinə vuranda nə eləyir? %30 bu eləyir ikisi. 4'ü də vuranda %120. O da 1.2 deməkdir. Cavab D variantı. Daha sonra boş olmayan ABC çoxluqlar üçün hansı doğru deyil? Burada variantlar bir-bir işləməniz daha məqbuldur, daha düzgündür. Baxaq, buraya yazıb A birləşib A, B-nin kəsişməsinə bərabərdir A-ya. Əslində, belə deyim sizə, məsələn, A-ya götürüb 1-2, B-yə 1-3, C-yə məsələn tutaq ki, 4-5 verib bu şəkildə yazmanız daha məqbuldur. Baxın, burada səhv cavab A variantı olacaq. Çünki deyir, B daxildir BC-nin kəsişməsinə. B 1-dən 3'dür. BC-nin kəsişməsi isə BC-nin kəsişməsi 0'dır məsələn. Hal-hazırda yoxdur kəsişmələri. 1-3 bura daxil deyil axı. Cavabına görə A variantıdır. Sonra burada 10 çıxılsın 8, bir dəfə də 10 plus 8 yazırsınız, bölürsünüz 18'ə. 10 plus 8 ilə 18 ilə bunlar gedir, qalır 10 çıxaq 8. O cavab olur D variantı 2. Burada deyir ki, 24 saata 1 saat yarım gedir. Bəs 18 saatından neçə saata gedər? Yazırsınız 24 vurulsun 1.5 bərabərdir 36'ya. Bəs deyir bu 18'dən geçsəydi 36 kilometr neçə saata gedərdi? 36'nı bölürəm 18'ə. Düşər 2. Demək 2 saata gedər, cavab olur B variantı. Daxil bucaqların cəmi 18'dən qabaq çoxbucaqların tərəflərinin sayını tapın. Daxil bucaqların cəminin düsturu biz necə idi? Bilirdik ki, n çıxılsın 2 vuraq 180 bərabər 1800'ə. 1800'ə. Bu da n çıx 2 vuraq 180 1800'ə. Demək n çıx 2 bərabər nəyə? 10'a. N də bərabərdir 12'yə. Cavab olur bu variantı 12. Sonra hansı 3/1-dən kiçikdir? İrrasional kök altına salıb. Biz də 3/1-i kök altına salan. Olur nə? 9'da 1. Siz buna baxıb 9'da 1-dən kiçikdə də axtarmalısınız. Təbii ki, məxrəc burada məsələn bu belədir da 1 bölünsün kök altında 9. Məxrəcləri baxın 9'dan kiçikdir, 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 kiçikdir. Amma bununki böyükdür. Biz də demişdik ki, məxrəci kiçikdirsə, məxrəc böyükdürsə həmin kəsir kiçik sayılır. Cavab olur Y variantı. Yəni burada cavab 15'də 1 9'da 1'dən daha kiçikdir. Burada radiusu 7.5'də diametri 15'də 2'yə vurursunuz. Burada deyir ki, ən böyük və ən kiçik ədədin fərqi. Baxın 1, 7, 9, 5, 6, 3. Ən böyük 9, 7, 6, 5, 3, 1'dir. Ən kiçikdəki tərsinəsi 1, 3, 5, 6, 7, 9. Bunun fərqini soruşur. 11'dən 9 çıxanda 2 qalacaq. Sonu 2 ilə bitməlidir. Bunun sonu 5 ilə bitir. 2 ilə bitəcək. Daha sonra bu olur 2. Bura 2 qalır. 12'dən 7 çıxanda 5. 4'dən 6 çıxanda 8. Yəni 14'dən 6 çıxanda bura 5 qalır. 5'dən 5 çıxanda 0. Buranı artıq verməmişəm. 7'dən 3 çıxanda 4. O da olur 8. 8 4 ilə başlamalı. Cavab olur C variantı. Yəni acə fərq tapırsınız. Qutardı heç nə. Burada sadələşdirin. A üstündə bir dəqiqə neçədir bu? -5. A üstü müsbət 4. Vuranda nə olur? A üstü -5. Baxın A üstü -5. Bu da A üstü müsbət 4. Nə eləyir? A üstündə -1. A üstündə -1 eləyirsə, ümumiyyətlə bunun anüsesində yoxdur. Baxaq, 2/9'daki 136'dır bu. Vuraq. 9'da 2'nin 9'a vuranda 18, onun üstündəki 20. Bunlar ixtisar gedir, nə qalır? 5, bu da ixtisar gedir 4. 5'də 4 olmalıdır əvvəli. Bu da demək səhvdir. Cavab 5'də 4 nə olmalı? Cavab olur B variantı. 5'də 4 nəsə? Yəni A üstü -1, qalanları bir cavab B variantıdır burada. Kubun tini 1 vahid artırsa həcmi 19 vahid artar. Kubun tini A kubudur. 1 vahid artıramsa olur A plus 1'in kubu. Həcmi deyir 19 vahid artar. Gəlin baxayın. Əslində bu artıq asan bir ədəddir. Yəni bu təbii ki 2 olub ki 2'nin kubu 8'dir. 2 üstə bir gəndə 3. 3'ün kubu 27'dir. Yəni demək əvvəl 2'nin kubudur. Yəni 2 olubmuş. İndi amma bunu belə tapsaq 19 vahid artarsa A plus 1'in kubundan A kubunu çıxanda qalır 19. Bax bu bununla həll olunmalıdır. Həll olmadı. Bu da yenə deyirəm cavab olur 2. Fikir verin. 2 üstə bir gəndə 3. 3'ün kubu eləyir 27. Çıxaq. 2'nin kubu 8. 27'dən 8 çıxanda 19. Qutardı. Sonra
Bunun deyir tənliyini həll edin. Buradan x'i çıxardırsınız çölə. Qalır nə? 4x çıxaq 3 bərabərdir 0-a. X'in bir 0 qiymətində bir də ki 4x çıxaq 3 bərabərdir 0-a. 4x bərabərdir 3-ə, x də bərabərdir 4-də 3. 4-də 3 nə? 0. Cavab olur bu variantı. Sonra A-nın hansı qiymətində bu ifadəsinin qiyməti bundan 3 dəfə böyük olar. Gəlin baxaq. 3A plus 9 bölünsün 4A çıxı 18 bərabərdir 3-ə. Bərabərdir 3-ə. Dostlar, bunu çarpaz vururam. 3A plus 9 bərabərdir 12A minus 54-ə. 3A çıxılsın 12A bərabərdir mənfi 9 çıxaq 54. Bu deyir mənfi 63. Mənfi 9A bərabərdir mənfi 63-ə. A da bərabərdir 7-yə. Cavab olur C variantı. Burada nə deyir? Burada tam oxunmur. Deyəsən A böləkə x plus A, x minus A. Elə deyil. O PDF-də o sual. İndi baxaq buna. Burada deyir ki, nə eləyərik? Ortaq məxrəcə gətirərik. Ortaq məxrəcə necə gətirirdik? Can ortaq məxrəcə gətirən baxaq. Ortaq məxrəcə gətirsəm. Nə olur? X minus A vuraq x plus A. Buradan da x minus A-nı A-ya vuranda olur AX çıxaq A kvadratı çıxaq AX çıxaq A kvadratı. Bax, belə bir ifadə alınır. Bir dəqiqə. Çıxaqdırsa çıxaq A. Bu deyəsən plusdur bura. Bura plusdursa çıxaq A kvadrat düz yazmışıq. Bu da AX sargidir nə qalır? AX sargidəndə. AX sargidəndə bax, buradan qalacaq. Mənfi 2A kvadratı bölünsün. Deyə bax buna. X çıxa. Dostlar, bir dəqiqə. Düz yazmışıq. X, AX, A kvadratı. AX çıxılsın. A-nın kvadratı. X çıxar X plus A. Bu da nə deməkdir? Bu da ki, X kvadrat çıxaq A kvadrat deməkdir da. İndi bu mənfini itirməkdən ötürü burada. Bunu hər tərəfi mənfiyə vurursunuz. Yəni, buranı müsbət eləyirsinizsə, avtomatik uşaqlar buranın yerini dəyişirsiniz. Olur nə? A kvadrat çıxaq X kvadratı. Elə bir cavab da varmı? Cavab olur A variantı. A variantı. Yəni, burada tam PDF düşünün. Cavab A'dır. 2A kvadratı bölək. A kvadrat çıxaq X kvadratı. Oyğu oxu kəsmə nöqtəsinin koordinatlarını tapın. Oyğu oxu ilə kəsmə nöqtəsinin koordinatlarını. X saat 4 kvadratı plus çevrəsinin baxın. Oyğu oxu ilə kəsikirsə x-i 0-dır. X-a 0 qoyanda nə eləyir? 16, 0-dan 4 çıxanda mənfi 4 kvadratı 16. 16 plus y kvadratı bərabərdir 52-yə. Y kvadratı bərabərdirsə 52-yə. 52-yə. Daha doğrusu y kvadratı bərabərdir 52 çıxaq 16. O deyir 36. Y kvadratı bərabərdir 36-ya. O da bərabərdir plus minus 6-ya. Y plus minus 6-dır. Y plus minus 6-dır. Cavab olur C variantı. 0,6, 0 mənfi 6. Yəni, hər ikisinin kvadratı 36-dır. Bu nə deyir? Dairəvi diaqramda nöqtələrin faktör özü faizi ifadə göstərilmişdir. Belə bir şey verib. Deyir ki, hansının baş vermə ehtimalı daha böyükdür? Baxın, bu 21%'dir. Bu 20%'dir. Bu 14%. Bu deyəsən, bir dəqiqə faizinə baxım, 39%. Onda burada nəsə faizi bir də problem olur. Bir dəqiqə tam faizlər yazan. 21, 39, 20, 60, 80. Yəqin bu da az qalır da. Yəni, indi buradan bu biraz PDF pis düşüb. 39 yazası olsan bu daha böyükdür. Yəni, ən azından hansı daha böyükdür deyirsə, bu təbiət fakültəsi olacaq. Yəni, daha böyük budur. Cavab olur. Onsuz da ən böyük nəyə baxsaz, ən böyük bu hissədirsə, elə bu hissəni götürürük. Bu da təbiət fakültəsi. Demək, təbiət fakültəsinin tələbəsinin seçilməsi ehtimalı daha böyükdür. Burada deyir ki, AC 9 olarsa, EF, FC 3. AC 9 olarsa, BF'i tapın. BF'i. Gəlin baxayım. Buradan paralellik verib sizə. Deyir ki, bununla bu paraleldir.
Bax, demək ki, paraleldirsə bu nisbətlər bir-birinə bərabər olur. Sonra burada dayanan, məsələn, baxın, ümumi belə bir söz deyim sizə. Bax, 3 9-u düzdürmü? Bunun qarşısında 3-ün 9-a nisbəti 3-ün 9-a nisbəti bərabərdir. Obşu bunun da baxın, bura nisbəti. Yəni bura bir x qoyuram. X plus 3-ün x-in da x plus 3-ə nisbətinə. 3x plus 9 bərabərdir 9x-a. 9 bərabərdir 6x-a. X də bərabərdir 1,5. Yəni buranın cavabı 1,5. 1,5. Uşaqlar, bura 1,5-dirsə əgər, məndən BF-i soruşur, cavab oluyor 1,5. Cavab 1,5-dir. Yəni rəqəmləri gördüyüm qədəri belə alın. Yəni ola bilər ki, nə qədər rəqəmlərdə bir səhvlik ola bilər. Yenə də qayıdıb baxarıq. 3x bölünsün 2 çıxaq 4-də 3 kiçikdir 4x çıxaq 5-dən ən kiçik tam əllini tapın. Burada ortaq mərkəz gətirirsiniz 4 eləyir. 6x çıxsın 3 kiçikdir. Bunu da ortaq mərkəz 4-dən neçə yaza bilərəm? 4-də bax bunu 16x çıxaq 20 yazıram. Çünki 4-ə vurdum. Heç nə 6x çıxsın 3. Bax bu formada alındı. 6x çıxsın 3 16x çıxaq 20. Hər tərəfin üstünə baxın 20 gələn kimi bu sıfırlansın. 6x plus 17 bərabərdir 16x-a. Daha doğrusu kiçikdir 16-dan. Baxın kiçikdir 16x-dan. 17 bax hər tərəfdən 6x çıxıram. 17 kiçikdir nədən 10x-dan? Bu da 1,7 kiçikdir 1x-dan. X-dan. Bunu x-dən kiçik nə ala bilər? 1,7-dən böyük edədir. Baxın 1,7-dən böyük nə var? 2. Cavab olur 2. Həqiqətən də 2-ni qoysaq 8-dən 3 eləyir. 2-ni qoysaq 6 bölü 2 3 eləyir. 3 çıxaq 4-də 3 da 2,4-də 1 eləyir. Bəli, həqiqətən kiçik. Demək cavab olur 2. Sonra deyir ki, avtobusda 30 nəfər sərnişin var idi. Birinci dayanacaqda 7 nəfər düşdü, 9 nəfər mindi. İkinci dayanacaqda 14 nəfər düşdü, 4 nəfər mindi. Hesablayırsınız uşaqlar, nə yazırsınız? 30 çıxılsın 7 plus 9. 14 nəfər düşdü, 4 nəfər mindi plus 4. İkinci dayanacaqdan sonra neçə nəfər sərnişin olur? Bəli, bax bu qaydada eləyirik. 23, 9, 32, 23, daha doğrusu baxın bu 9'dur daha. 23, 9, 32, 32'den 14 çıxanda 18, 18'den 4, 22. Bəli, cavab olur 22. Kim yazıbsa cavabı 22 düz yazıb. Buradan x-i y tapın. 6 toplayırsınız. 3-cü y-lər gedəcək. 3x bərabərdir 21-ə. X bərabərdir 7-yə. X bərabərdir 7-dirsə. X 7-dirsə. X 7-dirsə y nə olur? 5. 7 ilə 5'ə vuranda x-i soruşur 35. 3x 12, bəli. 3x 21, daha doğrusu x 7, bəli. O da y olur 5. X 7, y 5, 35 elədi. Buradan BF böl AD. BF böl AD, BF böl 7 böl AD 6, 4, 9 nisbətindədir. BY. BY 6x'dir. 7. 7, 4x'dir. AD isə 9x'dir. Baxın bizə nə deyir? Deyir ki, AD'yi üçbucağının perimetri 38 olarsa, AD yeni perimetri 38 olarsa, CB parçanın uzunluğunu tapın. Baxın uşaqlar, 6x yarıya bölünüblərsə, bax deyir ki, yarıya bölünüblər. O zaman burada 6x'dir. AD'yi də cəmi nə edir deyir? 38'dir. 6, 4, 9x'i toplayıram. Eləyir 19x bərabərdir 38'ə. X də bərabərdir 2'yə. X olarsa bizdən CB'ni soruşur. CB'de olur burada 9x. Yani burada 9x ise burada 9x. O da deyir 9 vur 2 18. Yanur mətbəədə 5'də 1 ağ qara, qalan rəngində çap olunmaz cəmi 4000 verərək çap etdirir. Buna görə mətbəə neçə manat pul ödəməlidir? Baxın. 5'də 1 ağ qara, qalan rəngli olmaqla 4000 verər. 4000'in 5'də 1-i nə eləyir? 4000'in 5'də 1-i 800'dür. Qalandakı 3200'dür. Deyir ki, 800 dənə ağ qara. 800 dənə ağ qara verəkdirsə, 800 dənə ağ qara. 800'ün ağ qaradan 135'ə vururam.
800 135'e vururam. İxtisar gedir 8, vuraq 35, 240, o da 280. Yəni 35 qəpik olanda hesabladıqda 280 manat. 3200-ün isə uşaqlar rəngli götürüb. Bunu 1500-dən çox da sunucumun %45 ilə hesablamalısınız. Bir dəqiqə. Düz yəni 800 buna vurduq, 1500 düzdür. İndi rəngliyində ki %45-ə vuracağam. Rəngli 1500-dən çox verək %45-ə. %45 vurulsun 3200. İxtisar gedirlər. 32 vuraq 45-də nə eləyir? 32-ni 45-ə vuranda onu hesablamaq lazımdır. 10-a vuranda 320 eləyir. 32 vuraq 45. Bu da eləyəcək. 5'i vuranda 160, 4'e vuranda 128. 0, 14 bir yadda, 3 bir yadda 4, bu da 1440. Demək ki, 32'ni də 45'e vuranda 1440 elədir. Yəni 1440 manat da bu. 1440 manat bu elədir. 800 də bu. 1440 bu, 800 də bu. Toplamda nə eləyir? Toplamda eləyəcək 2240 manat. Sonra hər bir ədədin 25% ədədin 50%-nə bərabərdir. Bu ədədlərin fərqi 60 olarsa, ədədlərin cəmini tapın. İki ədədin fərqi 25%, baxın. 125A bərabər %50B'yə. A çıxıq B isə 60'dır. İndi bunu hər tərəfin 100'ə vursam nə olur? 25A bərabərdir 50B'yə. Dostlar, buraya 25 ixtisar aparacam. A bərabərdir 2B'ni yazıram. Gətirib buraya yenə qoyuram. 2B çıxılsın B bərabərdir 60'a. B bərabər olur 60. B 60'dır. B 60'dırsa A'dakı 120. Cəmləri də soruşur. Cəmdə 180. Sonra burada nə deyir? Deyir ki, Elnur hər gün eyni miqdarda pul xərcləyir. Elnurun pulundan xərclədiyi pulun miqdarının qrafik göstərilmişdir. Baxın, qalan pulu xərclənən pulu. Təsəvvür edin 15-ci günün sonunda 150 manat qalıb 150 manat xərcləyib. Demək nə qədər pulu var imiş? 300 manat pulu var imiş. 150'si xərcləyib 150'si qalıb 300 manat. 300 manat. Deyir Elnur pulu neçə günə bitər? Fikir verin. 15 günə 150'sini xərcləyibsə, yəni 15 günə 150'sini xərcləyibsə, 15 gün qalıb da yerdə. Bunun da 15 gün xərcləyir 30 gün. Bir dəqiqə. Yox, xərclənən pulu deyəcəyim. Nə qədər xərcləyər? Bir dəqiqə. 300 manat pulu varsa, 15 günə 150'sini xərcləyibsə, həqiqətən yenə 15 gündə 150'sini xərcləyər. O deyir 300 manat və bunda 30 günə. 30 günə xərcləyib bitirər. Burada B 150 dərəcədir. B 50 dərəcə daha doğrusu bizdən C-ni soruşur. Bax 100'dürsə burada 100'dür. 100'ün qonşusu nə olur? 100'ün qonşusu 80. Baxın bura 80. Deyir bax bura. Bura 80, bura 50 edir 130. Bunda bura nə qədər qalır? Bax bura qalır 50 dərəcə. Bax bura. Bura 50 idirsə bura bunun qonşusudur. Burada olur 130. Cavab olacaq 130 dərəcə. Sonra bizdən kvadratın nəyini soruşur? S1 bölü S2 bərabər 9'a 1 olarsa. S4'ü tapın. Bir dəqiqə S1 bölü S2 9'a 1 olarsa. Yəqin S1 S2'ni hara yaz vaxt bilinmir. Tərəfi 8'dirsə demək sahə 64'dür bu heç yerində. S1 böl S2. Buranı soruşur yəqin deyir ki 9'a 1 nisbətindədir. Buranı əslində tapmaq elə bir çətin məsələ deyil. Amma tam olaraq yəni buradan S1 S2 verib burada yəqin S1 deyir tapım. Mən S4 kimi oxudum. Baxın buranı mənə əgər opsi 8'dirsə bura x verəndə bura olur 8 x.
Bura 8 say x-dır. Bura olur x. İndi baxın. Bunun sayəsindən nisbət deyir 9-a 1-dir. Gəlin baxaq. Bunun sayəsi nə edir? 8 çıxı x bıraq 8 say x-a. Bölə 2. Çünki 3 bucaqdır da. Yəni 8 say x-in kvadratı böl 2. Yəni 2-də 1 olsa nisbətdir. Yenə olduğu kimi yaza bilərsiniz. Narahat olmayın. 8 say x-in kvadratının buna nisbəti, x kvadratına nisbəti bərabərdir 9-a 1-ə. İndi bizə böyükçü soruşursa, onda onu 1-də 9 yazaq da bunu. Yəni fərqi yoxdur. Yəni bu kiçik daha kiçikdir deyirəm. Çarpaz vururam. 9x kvadratı bərabərdir 8x-in kvadratına. O deyir 64 - 16x plus x kvadratı. Hər tərəf x kvadratını silirəm. 8x kvadratı bərabərdir 64 - 16x-a. Hər tərəfi 8-ə böləndə x kvadratı bərabərdir 8 çıxılsın hər tərəfi 8-ə bölmüşəm 2x-a. Bax belədir düzdür. X kvadratı bərabərdir 8 say 2x-a. Bunu da yazaram x kvadratı plus 2x çıx 8 bərabərdir 0-a. Buna vuruqlar ayarsam nə olar? 8 çıx 4 x çıx 4 x plus 2. X çıx 4. İndi baxın bura plus 2 x'sa bura 4 deyirəm. X plus 4 x sağ 2. X plus 4. Baxın bu plus 2 x'dir deyirəm. Olur x plus 4 x sağ 2. Ben x plus 4'ü ben heç silirəm. X sağ 2 0'a bərabər olmasını x'in 2 qiymətini ödəyir. Yəni çünki bura mənfi 4 ödəyir. Mənfi 4'də qiymət yox, ölçü yoxdur. X'in 2 qiymətində. X'ə 2 qoyanda bizdən S1'i soruşursa 2 2 4 eləyir. 3 bucağın da saat üstü nədir? AB böl 2 düz uzaqmış bucaqda. 2 2'ye böləndə 4, 2'də böləndə 2. Cavab olur 2. Bu sualın cavabı oldu 2. Dəqiqə neçə sual idi? 57 80 25 sual bitdi.